Zərfin məna növləri. Birinci, başlayırıq tərz hərəkət zərflərindən. Tərz hərəkət zərflərinin sualları necə, nə cür, nə tərzdə. İlk öncə qeyd edeyim ki, tərz hərəkət zərfləri hansı sualına cavab verə bilmir, hansı sualı fe'li sifətin, sıra saylarının sifətin sualıdır. Ona görə də üstünə xətt çəkirik burada. Bir də əsas vurğulanmaq lazımdır ki, tərz hərəkət zərfləri sadəcə zərfin özündən ifadə olunur. Başqa heç bir nitq səsindən ifadə olunmur. Yəni, məsələn, fe'li bağlama ilə və yaxud da qoşmalı sözlərlə. Yəni, bunlar zərf kimi işlənə bilmir. Qoşmalı söz və yaxud da fe'li bağlama necə, nə cür, nə tərzdə suallarına cavab verir, cümlədə fe'lə aid olub, bəli, zərflik ola bilər, ancaq zərf ola bilməz. Fe'li bağlama və qoşmalı söz cümlədə zərf kimi işlənə bilmir. Məsələn, 2 dənə cümlə yazaq. O qaça-qaça gəldi. Və yaxud da yazıram, o yaxşı oxuyur. Hər iki cümləyə diqqət edirik. Necə gəldi? Qaça-qaça gəldi. Bu da zərflikdir. Çünki necə sualına, nə tərzdə sualına cavab verir və cümlədə fe'lə aiddir. Burada o yaxşı oxuyur. Bu da zərflikdir. Çünki bu da necə sualına cavab verir və cümlədə fe'lə aiddir. Sadəcə fərqli cəhət odur ki, qaça-qaça burada A şəkilçisi vasitəsilə düzəlifdir. Bu fe'li bağlamadır. Yəni fe'li bağlamadır bu. Burada zərfliyimiz fe'li bağlama ilə ifadə olunubdur. Burada isə zərfliyimiz elə zərfin özündən ifadə olunubdur. Fərq buradadır. Başqa, məsələn, sənin kimi oxuyur. Necə oxuyur? Sənin kimi oxuyur. Burada da necə sualına cavab verir? Fe'lə aiddir. Deməli, bu da zərflikdir. Ancaq zərf deyil, çünki qoşmalı sözlə ifadə olunubdur. Deməli, qoşmalı sözlər və fe'li bağlamalar cümlədə tərz hərəkət zərfliyi olsa da zərfi olmur. Tərz hərəkət zərfi sadəcə zərfin özündən ifadə olunur və tərz hərəkət zərfləri ismə aid heç bir şəkilçini qəbul etmir, isimləşə bilmirlər. Bu tərz hərəkət zərflərinin izahı idi. İndi isə keçirik zaman zərflərinə. İkinci, zaman zərfləri. Zaman zərflərinin sualları hansılardır? Nə vaxt, nə zaman suallarına cavab verir? Nə vaxt, nə zaman? Eyni ilə tərz hərəkət zərflərində dediyim qayda burada da var. Yəni, zaman zərfləri də fe'li bağlama, ismi birləşmələrdir, fe'li bağlamalardır. Həmçinin tərkiblərdə bura aid edə bilərik. Fe'li bağlama tərkiblərini, yəni fe'li birləşmələri, ismi birləşmələr, fe'li bağlamalar, qoşmalı sözlər burada da zaman zərfi kimi çıxış edə bilmir. Yəni, zaman zərfi mütləq zərfin özündən ifadə olunmalıdır. Ona görə bunun üstünə xətt çəkirik. Buna aid nümunə də göstərim. Məsələn, hava qaralanda gəldi. Nə vaxt gəldi? Nə vaxt sualına cavab verir? Nə vaxt gəldi? Hava qaralanda. Anda əmrə şəkilçisi. Bu fe'li bağlamadır. Ona görə fe'li bağlama olduğu üçün mən bunu zərf kimi götürə bilmərəm. Və yaxud da ismi birləşmə ilə ifadə edirəm. Yay aylarında kəndə gəlir. Nə vaxt gəlir? Yay aylarında. Bəli, bu da zərflikdir. Ancaq ismi birləşmə ilə ifadə olunduğu üçün bunu da zərf kimi götürə bilmirik. Qoşmalı söz kimi səndən əvvəl gəldi. Nə vaxt gəldi? Səndən əvvəl gəldi. Burada da zərfli olsa da bunların heç biri zərf deyil. Məsələn, zərfə aid nümunə sabah gələcəm. Nə vaxt gələcəm? Sabah. Bu artıq zərfin özündə ifadə olunmuş zərflikdir. Zərflik bunların hamısından ifadə oluna bilər, amma zərf yox. Bundan başqa sabah, axşam, günorta, sabah, axşam, günorta, gecə, gündüz. Bu kimi sözlər, zaman bildirən bu kimi sözlər, səhər də var. Səhər, sabah, axşam, gecə, gündüz, günorta. Bu kimi sözlər, əgər nə sualına cavab verirlərsə, nə sualına cavab verəndə isim kimi işlənirlər. Bu sözlər nə vaxt sualına cavab verəndə isə, nə vaxt sualına cavab verirlərsə, zərf kimi işlənirlər. Məsələn,
Deyə bilərik ki, məsələn, gecə küləyi sakit idi. Nə küləyi? Gecə. Burada nə sualına cavab verdiyi üçün mən bunu isim kimi götürürəm. Bir də var deyirəm ki, gecə gəldi. Nə vaxt gəldi? Nə vaxt sualına cavab verdiyi üçün mən bunu zərf kimi götürürəm. Bundan başqa zaman zərfləri ism-adi şəkilçilər qəbul edə bilsələr də isimləşmiş sayılırlar. Məsələn, səhərlər işə gedir. Nə vaxt işə gedir? Səhərlər. Bu nə vaxt sualına cavab verir? Yenə zərfdir, amma ism-adi qrammatik şəkilçi qəbul edir. Yəni burada ism-adi qrammatik şəkilçi qəbul edilsə də bu zərfdir. Yəni isimləşmiş sayılmır. Bundan sonra deməli keçirik indi kəmiyyət zərflərini. Kəmiyyət zərfi də deyə bilərik, miqdar zərfi də deyə bilərik. Kəmiyyət və yaxud da miqdar zərfini isə sayla qarışdıra bilirik. Deməli, üçüncü miqdar zərfi olaraq qeyd edirəm. Miqdar zərfi isə nə qədər sualına cavab verəcəkdir və miqdar zərfləri neçə sualına cavab verə bilmir. Ümumiyyətlə zərf neçə, hansı suallarına cavab verə bilmir. Ola bilər ki, kontekst daxilində yer zərfləri hansı sualına cavab verə bilsin. Bunu da biz artıq sintaksis bölməsində öyrəndik ki, yer zərfi təyin funksiyasını yerinə yetirə bilər. Miqdar zərflərini nümunə kimi göstərən, məsələn, xeyli gözəldir, xeyli gəzdik, xeyli insan. Burada nəyə diqqət edirik? Özündən sonra burada sifət gəlir. Burada, yəni sifətə aiddir. Burada feylə, burada isə isimə aiddir. Burada feyl, burada da sifət. Hamısına nə qədər sualına cavab verir? Nə qədər gözəldir, nə qədər gəzdik, nə qədər insan. Nə qədər sualına cavab verən söz, əgər cümlədə sifətə aiddirsə, zərfdir. Feylə aiddirsə, yenə zərfdir. Ancaq ismə aid olanda artıq biz onu say kimi təhlil edirik. Və dördüncü, burada da feyli bağlama da miqdar zərfliyi ola bilər, amma miqdar zərfi heç vaxt ola bilməz. Məsələn, nümunə kimi deyə bilərik ki, doyunca yedi, burada inca, incə, unca şəkilçisi vasitəsilə əmələ gəlibdir. Ancaq bu feyli bağlamadır və kəmiyyət zərfliyidir, miqdar zərfliyidir. Amma biz onu heç vaxt miqdar zərfi kimi təhlil edə bilmərik. Bundan əvvəl zaman zərflərində bir şey qaldı, onu da əlavə edeyim burada. Məsələn, müdir əvvəl gəldi. Bir də yazırıq ki, səndən əvvəl gəldi. Öncə qeyd etdiyim cümlə səndən əvvəl gəldi. İndi gəlin bu ikisinin fərqinə baxaq. Müdir əvvəl gəldi. Əvvələ qabağa keçiririk. Əvvəl müdir gəldi. Yerlərini dəyişə biliriksə, əvvəl və sonra sözlərinə aiddir. Yerlərini dəyişə biliriksə, deməli bu zərfdir. Səndən əvvəl gəldi, əvvəl səndən gəldi. Yerlərini dəyişə bilmiriksə, bu deməli qoşmadır. Bunun başqa bir tapılma yolu özündən qabaqdan çıxış xal şəkilçisi işlənirsə qoşmadır. Ancaq bəzi cümlələr var ki, burada yerlərini dəyişmək olur, iki cürdə təhlil etmək olur. Ona görə yerlərini dəyişə biliriksə zərfdir, dəyişə bilmirsə qoşmadır və yaxud özündən qabaq çıxışlı xal şəkilçisi işlənirsə, buna aidsə qoşmadır, yoxdursa isə zərfdir. Bu belə, indi isə yer zərfləri. Yer zərfləri də hərəkətin yerini bildirir. Deməli, dördüncü yer zərfləri. Yer zərfləri hara, haraya, harada, haradan suallarına cavab verir. Hara, haraya, harada, haradan suallarına cavab verir. Yer zərflərindən ismin bir fərqi var. Məsələn, birinci cümlədə yazıram, şəhərə gedirəm. Şəhərə gedirəm. İkinci cümlədə isə yazıram ki, ora gedirəm. Yəni, gördüyümüz kimi burada şəhər dəqiq yer bildirir. Əgər dəqiq yer bildirirsə, düzdür, ikisində də yəni, haraya sualına cavab verdiyi üçün zərflikdir. Ancaq burada dəqiq yer bildirdiyi üçün bu isimdir. Orada isə dəqiq yer, məkan bildirmədiyi üçün zərfdir.
Bundan başqa yer zərfləri bütün cümlə üzvləri kimi işlənə bilirlər. Bütün cümlə üzvləri funksiyasında işlənə bilir. Bütün cümlə üzvləri olur. Məsələn, təyin kimi işlədirəm. Yuxarı mərtəbə boşdur. Boşdur. Hara? Mərtəbə. Hansı mərtəbə? Yuxarı mərtəbə. Yəni, əsasən aşağı yuxarı sözləri yer zərfi funksiyasında, yer zərfləri, yəni təyin funksiyasında işlənə bilirlər. Bu qədər.